Bilirsinizmi cənnətin ziyafəti nədir? Biri var, sən evdə hər gün yemək yeyirsən, ən gözəl yeməklərdən də olur insan evində. Amma heç insanın evində olan ən gözəl yeməklərlə toy, ziyafət yeməyi bir olurmu? Birmi? Səni toya çağıranda insanın gözləri işıqlanır ki, gedəcəm yaxşı yeməklər yeyəcəm, düzdür ya yox. Ona görə bax, heç dünyada olan evdəki yeməklə toy ziyafəti eynimi? Xeyr, vallah. İndi gör cənnətdə necə olacaq. Rəbbin hər gün səhər və axşam məscidə gəldiyin üçün cənnətdə sənə ziyafət verdirəcək. İndi gör cənnətin ziyafəti nətər olacaq. Allahu akbar. Danış, dinən cənnət ziyafətindən, dinən cənnətin vəsiflərindən bildiyimiz qoy bilsin. Və həqiqətən bu cənnət böyük bir Allahın nemətidir, rəhmətidir ki, onu itaət əhli olan qullarıma verəcəm. Deyən qardaş, asilik edib cənnəti qazanmaq mümkünmü? Necə ola bilər Allahın sözlərinə qulaq asma, Allah deyən kimi yaşama və sonra da deyən ki, mən cənnət əhli olacam. Yəni o boyda asiliklərlə cənnət istənilirmi? Necə cənnət istəyirsən bəs Allahdan? Allaha itaat et, ibadət əhli ol, itaat əhli ol. Və mən əradəl axirətə və sə'alə sə'ihə və huvə mu'minun fəuləikə kənə sə'ihum məşkura. Kim axirət diyarını istəyərsə və onun üçün əməl edərsə, o kəslər səyləri təşəkkürə layiq olanlar olacaq. Deməli, ona çatdırmaq, ona demək lazım, bax, həm cəhənnəm var qabaqda, Allah qorusun, həm də cənnət var. Yəni, və insan ibadət əhli olub, itaat əhli olub, bu dünyada heç nə itirmir, əksinə qazanır. Vallahi qazanır insan.